Yani dünya tarixi göstərir ki, inkişaf yalnız demokratiya ilə bağlıdır. Yəni azad seçkilər, seçkilərin dəyişiklik olması, seçkili demokratiya, azad iqtisadiyyatı, şəffaflıq, aşkarlıq, azad mətbuat və s. Yəni Amerika Birləşmiş Ştatlarını götürək. Baxmayaraq ki, belə qeyri-adi bir dövlət rəhbəri var, amma məhkəmələr işləyir, məhkəmələr qərar verir, müqavimət göstərir daha doğrusu. Yox, məhkəmələr qərarları ləğv edir. Müqavimət göstərir deyəndə yalnız onlar Trump hökuməti bildirib. Bəli, məsələn, Trumpın imzaladığı fərmanların səhv eləmirəmsə əksəriyyəti məhkəmələr tərəfindən ləğv olunubdur. Hansıları ki, onlar hesab edirlər ki, Amerikan konstitusiyasına ziddir, qanunlarına ziddir, onlar ləğv olunur. Bundan başqa Amerika Birləşmiş Ştatlarının deyək ki, avtoritar ölkələrdən, başqa ölkələrin adını çəkməyək, müəyyən nüansları nəzərə alaq, Rusiyanı götürək. Məsələn, Rusiyadan fərqi nədir? Rusiyada indi də Putindir, gələn ildə Putin olacaq, əgər sağ qalacaqsa 10 ildən sonra da Putin olacaq. Amma Amerikada elə deyil. Amerikada seçkilər keçirilir. Məsələn, Texas ştatında, baxmayaraq ki, məsələn, Trumpın ən ciddi müdafiə edən bir ştat idi. Yanvar ayının 31-də keçirilən seçkilərdə Trump şəxsən dəstəkləmişdi oradakı namizəd. Birbaşa dəstək vermişdi və o namizəd Trumpın dəstəyi olmadığı dövrdə seçilmişdi. Amma indi birbaşa ona dəstək verdi və açığını deyim, konkret bir konqresmenin prezident tərəfindən açıq müdafiə olunması adi hal deyil. Tək orada deyil, məsələn, New Yorkda nə baş verdi? New Yorkda Trumpın açıq şəkildə müdafiə elədiyi namizəd seçilmədi. Baxmayaraq ki, o da demokratların nümayəndəsi idi. Amma Mamdani seçildi və Mamdanini cinayətkar elan edirdi. Mamdanini bolşevik, kommunist adlandırırdı. Amma Mamdani seçildi, özü də xeyli böyük səs üstünlüyü ilə qalib gəldi. Yəni, Amerika Birləşmiş Ştatlarının Rusiyadan fərqi ondan ibarətdir ki, burada dəyişikliklər var, burada hakimiyyət bölgüsü var. Müstəqil qanunverici hakimiyyət var, müstəqil məhkəmə hakimiyyəti var, müstəqil mətbuat var, sərbəst toplaşma azadlığı hüququ var. Yəni, bu tapdalanır, bu əzilir. Məsələn, Minnesota şəhərində 2 Amerika vətəndaşı AİS nümayəndələri tərəfindən, biri AİS nümayəndələri tərəfindən, biri isə sərhəd qoşunları nümayəndələri tərəfindən qətlə yetirilibdir və bütün Amerika Birləşmiş Ştatlarında bu məsələlər müzakirə olunur və bu məsələlərlə əlaqədar məhkəmə prosesləri olacaq. Yəni, Amerika Birləşmiş Ştatları bu şəkildə davam etməyəcək, vəziyyət dəyişəcək orada və Amerika Birləşmiş Ştatlarının prinsipləri orada indi də qorunur xeyli dərəcədə, prezidentin iradəsindən, administrasiyanın iradəsindən asılı olmayaraq, amma onun tam şəkildə qorunması məsələsinin də həll olunması üçün Amerika Birləşmiş Ştatlarında mexanizmlər var və bu mexanizmlər artıq işə düşüb. Noyabr seçkilərindən sonra, Konqres seçkilərindən sonra qüvvələr nisbəti dəyişsə, həm də məsələn Senatda bir neçə deputat irəlilədilər. Hal-hazırda məsəl üçün yeni bir nümayəndə seçildi Nümayəndələr Palatasına. O fərq bir qədər də azaldı. Bəzən bir sıra qanunlar Senatda bilirsiniz, 100 senator var. Onların prezidentin səsi var bəli. Orada baxmayaraq ki, respublikaçılar üstünlük təşkil edir, bir çox qərarlarda respublikaçılar demokratlarla birlikdə prezidentin məsələn konkret Qrinlandiya məsələsindən Trump niyə geri çəkilməyə məcbur oldu? Qrinlandiyanın cəmi 50 min əhalisi var. Yəni demokratiyanın gücündən danışılır. 50 min əhalisi olan bir ölkə. Arxasında duran dövlət Danimarka. Əskər göndərirlər 30 əskər, 50 əskər. Yəni Trump tez-tez təkrar eləyir, deyir, it qoşquları gətiriblər filan. Ələ salır. Amma edə bilmədi. Demokratiyanın gücü odur. Qrinlandiyanın ordusu yoxdur. Danimarka ordusunun Amerika ordusu ilə müqayisə etmək olmaz. Yəni Amerika ordusunun 2 batalyonu gələr, orada bütün məsələləri həll eləyər. Danimarka da orada birbaşa iştirak etsə. Amma eləyə bilmədi. Niyə? Demokratiya buna imkan vermədi. Azadlıqlar buna imkan vermədi. Ona görə demokratiyanın perspektivi danışanda demokratiyanın perspektivi yoxdursa, deməli bəşəriyyətin perspektivi yoxdur. Yəni mən əvvəllər də demişəm bu sözü. Demokratik idarə etməklə avtoritar idarə etməni müqayisə etmək üçün Şimali Koreya ilə Cənubi Koreyanı müqayisə etmək kifayətdir. Məsələn, bəzən deyirlər ki, bizim mentalitetimiz uyğun deyil. Məsələn, Koreya xalqı eyni xalqdır. Şimali Koreya, Cənubi Koreya. Cənubi Koreyanın şirkətləri var ki, şirkətləri, onların büdcəsi Rusiyanın dövlət büdcəsindən çoxdur. Təsəvvür edin. Bu balaca bir ölkədir Cənubi Koreya. Amma Şimali Koreyada insanlar dəhşətli bir, acınacaqlı bir vəziyyətdə yaşayır. Əgər dövlət insanların yaşaması üçündürsə, insanların həyat səviyyəsini yaxşılaşdırmaq üçündürsə,
onda Şimali Koreya dövləti ilə Cənubi Koreya dövlətini müqayisə edib və buradakı fərqləri görmək mümkündür. Ona görə ruhdan düşmək lazım deyil. Biz hesab edirik ki, indi gedən proseslər dərs olacaq. Hər pis işin içərisində bir yaxşı iş də var. Arif bəy, bu Avropa